Salam yoldaşlar, gününüz xeyirli olsun. Deməli, RSS mövzusunda bugünkü dərsdə root passwordunun sıfırlanmasını keçək. Çox uzatmayın yoldaşlar. Yəqin ki bu dərsdə çox qısa eləyərəm, çünki bunda iki hissəyə ayırırıq. Bəzi mövzuları ayrı-ayrı keçəcək, daha məncə həm başa düşülən olar, həm də ki insan düşüncəsində nəyisə eləyib keçdikdən sonra bu məntiqən o plus koyma işarəsi var ya da kuş koyma var. Bunu elədim. İnsanlar daha da yeni bir şey öğretti, daha da rahatlaştırdı. Yani bunu öğrendim, bunun üzerine ilave edelim vesaire tipli. Gəlin çox uzatmaya keçək. RSS deməli. İlk olaraq Gram menüdən danışmaq istəyirəm. Sistemin alıcılı yüklənməsindən. Gəlsin bura process Linux boot process yazardım en güzel. Boot process. Deməli bizə orada gözəldir məncə. Bunu OpenNIF bura gələk. Deməli gəl yoldaşa qısa danışaq. Bizdə ilk test dərs videosu atarım. Hardasa onu da bir 10 saatda yad çəkərəm. Bütün əlavə məlumatlar yad edirəm. Sadəcə indi o yoxdur, müəyyən səviyyədə qısa məlumat verək. BIOS prosesindən danışsaq, yoldaşlar, bu BIOS dedikdə, belə deyək də, bu artıq bir neçə mərhələ burada yerləşir. Ümumiyyətlə, sistemə biz power düyməsini basdıqda, sistem asıldıqda ilk olaraq post mərhələsi başlanır. Post mərhələsi nədir? Power on safe testidir, yoldaşlar. Texniki qurğuların sistemin işləmə bilməsi üçün ilk olaraq onlar test edilir. Maksimaldan biraz az cərəyan ötürülür ki, sistem maksimal dərəcədə hər hansı bir tələb gəldikdə işləməsində bir problem olmayacaqsa sistemə qaldırır, ondan sonra ardıcıl mərhələlər yüklənir. Bu nə görə eləyir? Deyir ki, ola bilər ki, tutaq ki, CPU ya normal işləyir də, tutaq ki, fan zədələndi. Ondan sonra hər hansı bir qurğunun zədələnməsi zəncirvari olaraq digər qurğuların da zədələnməsi nəticəli. Ola bilər ki, CPU zədələndi, tap bu ana plata yandı, getdi. Onun qarşısını alır ki, və sistem işlədiyi halda maksimal harasa qalsa, ola bilər ki, CPU-yu nəsə zədələyə bilər. Bunun post mərhələsi test edir ki, sistemdə olan qurğular ümumiyyətlə yoxlandıqda hər hansı bir maksimal cəhətdən yüklənmə olduqda dayanmağında problem olmasın. Bir də bu belə deyək də, sistem açılanda maksimal fanlarla yüklənir. Bu onun nəticəsidir. Bir də ki, sönmə prosesində də eyni məntiqlə işləyir ki, söndükdə də proses də belə davam edir. Aktiv olaraq bütün qurğular yoxlanır, sonra sistemi söndürür ki, bilsin ki, yenidən başladıqda bir problem olmayacaq. Belədir. Ona görə deyirlər ki, power düyməsinə basıb 10 saniyəni basanda aktiv olar 5 saniyədən plusda sönür də dərhal, çünki konnektordan əlaqə kəsir. Ona görə onun məsləhət görünmür ki, ümumiyyətlə sistemlər dərhal elektrik enerjisini kəsdiyinə yenidən yüklədikdə sistemdə bir qurğularında zədələmə ola bilər ki, daha sonra da sistem açılmaz. Bunun üçündür. Qısa danışdıq yoldaşlar. BIOS mərhələsi başladıqdan sonra post mərhələsi artıq belə deyək də MBR mərhələsini çağırır növbəti olaraq. MBR mərhələsi nədir? İndi MBR, GPT bunlar ayrı mövzulardır. Bunlar o hissələrdə danışarıq. Amma ki belə qısa formada deyək ki, GPT yeni versiyonda MBR köhnədir. Bunlar MBR-in özü 4 primary sektor dəstəkləyir, daha sonra execution göstərir. Grab isə GPT isə fərqli olaraq daha yenidir. Hamısının birbaşa olaraq primary kimi götürmək olur və limit sayədə primary yaratmaq olur da bu məntiqlə. Primary yox, ümumiyyətlə yaradılan hamısı primary strukturunda olur. Daha heç primary extend olmur. İndi bu yoldaşlar müəyyən həcm var. 512 olmalıdır ya, byte olmalıdır. Burada deməli, çox da dərinliyə girməyə ehtiyac yoxdur orada. O sistem işlədikdən sonra yoldaşlar Grab menüyü çağırır, MBR sistemi qaldırır, Grab menüyü çağırır. Grab menüyü buradan aktiv olaraq gedib kernel çağırır. Bizim root passwordun sıfırlanması bu mərhələdə eynidir. Kerneldan əvvəl biz Grab menüdə deyirik ki, Grab menüyə kernel qaldırmaq bizim üçün nə şey lazım. Biz bu şeylə açdıqda artıq konfiqurasiya eləyir ki, burada root passwordunu sıfırlaya bilək. İndi bundan sonraki ardıcıllıqdan danışaq. Artıq kernel prosesi çağırır. Kernelda gedib init prosesini qaldırır. Bu init prosesi PID'si sıfırdır yoldaşlar. Bu init prosesi sıfırdır. Init prosesinde gedib run proqramlara aktif olaraq istədi. Daha sonra da 1-2 PID'lər
bunlar üzərində yaranır və sistemdə artıq bundan sonra run-level mərhələsindən sonra qalxır. Belə. Bizə indi hal-hazırda əsas məntiq ilə başa düşəcəyimiz cəhət biz harda istifadə edirik ki, kernel qalxmasın. Biz grab menyuda, ümumiyyətlə grab nədir, kernel nədir? Grab menyu sistemi başlanma ardıcıllıqların təyin olunur. Nələr necə yüklənəcək, nələr yüklənəcək buradan təyin olunsa. Burada deyirik ki, kernel qalxmasın. Bizə burada shell az, biz də burada root passwordunu sıfırlaya bilək. Gəl şimdi risk keçək. Mən risk gələk buradan. Səhv yazdım. Gələk buradan yoldaşlar deməli. Ya Allah. Mən Trimity konsol yazaydı olar. Olublar sizdə burada yesin o soruşsun. Mən də daha neçə dəfə sizə soruşmuram da full icazə vermişəm da özətdən problem eləmir. Açıldı buraya yoldaşlar. Gəl restart deməli sistemi restart edirik. Restart onunla müəyyən saniyə müddəti gözləyir. Bu saniyə indi onu da dəyişmək olur. Bu saniyə müddəti ərzində biz E hərfinə basıb bizə grab menyuya yönləndirir. Artıq olaraq grab menyusunda biz sistem bundan sonra nə edəcək? Biz təyin edə bilirik ki, artıq kernel qaldırmazsa bizim üçün bir dənə shell qaldırsın. Biz bir dənə reset edək bunu sürətli şəkildə. Bunu elədikdən sonra burada Vim üzərində mouse keçirdirik. Buradan E hərfinə basırıq. Birinci dəfə olmur. Birbaşa əməliyyat sistemi üzərində olsa, olaraq Vim üzərində olduğuna belə adamı biraz yorur. Hal-hazırda əməliyyat sistemi qaldırdı bu. Yəqin ki. Əməliyyat sistemi qaldırdı yəqin ki. Grab menü asıl yoldaşlar, bu grab menü. Gəl şimdi biz buradan nə dəyişiklik edirik? Biz bura gəlirik, deyirik ki, burada arkivi quit yazısı yoxdur. Bunu silirik. Bu arkivi quit ona görədir ki, bu sistem aslında çox bəzi yazılar yadda göstərmir, tahviz oldu. Deyirik ki, kernel işləm ardıcılığında. Daha görürsünüz burada init yazıb, bundan sonra bu proses qaldı. Kernel. İndi biz deyirik ki, burada müxtəlif yollar var, iki cür ya var. İki cürdə demək olar ki, mən bir cürdən o vaxt istifadə etdiyimə indi də əlverişli olaraq bundan istifadə edirəm. Bunu göstəreyim, digərində yolunu göstərərəm, özü edəriz. Bunu videoda çox uzatmarım. Deməli, deyirik ki, burada init, burada deyirik ki, sistem açıldıqda artıq init prosesini başlat 1000/5. Yəni burada bir dənə shell aç. Biz buradan gəlib read write-da burada dəyişə bilərik. Amma heç nə, elə belə qalsın. Üstdən buradan belə də edə bilərik. Buradan read write yazısı var, bura keçsək. Bunun orası şey belə tez dəyişmə olmur. Biraz abstrakt, düzə sərgəşə var. Burada read only idi. Hal-hazırda biz sistemdə nəsə dəyişiklik edəndə read only struktur olacaq. Amma biz bunu dəyişsək, buradan tutaq ki, etsək read write. Artıq hər hansı bir dəyişiklik ediləndən sonra bundan sonraki açılan şeydə sistemə də yazılacaq. Onu orada da göstərə bilərəm. Yəni burada read only ilə eləsək, biz burada gəlib dəyişiklik edə bilərik. Gəlib read write saxlayaq buradan tutaq ki. İndi altda yazır Ctrl X və F10-a basırıq. Ctrl X-ə basırıq və F10-a. Bizə bundan sonra bir dənə shell verəcək. Bu sistem açılsın. Bizə bir dənə shell verdi. İndi yoldaşlar, orada deməli read write yazdıq, düzdür, W elədik onu, read only.
Orada eləməsəydik, gəlib burada mount yazmalıydık. O remount mount, ondan sonra virgül readwrite icazəsi verib slash eləməliydik ki, başqa olaraq artıq sistemdə write icazəmiz olsun. Amma buna ehtiyac yoxdur. İndi biz burada yazırıq password, şifrəni sıfırlayırıq. Deyirəm ki, hansı user'ın şifrəsi? Orxan user'ın. Deyirəm ki, yəni random şifrə atıram. Orxan 778. Ondan sonra Orxan 778. Success aldıq yoldaşlar. Ondan sonra biz burada nə edirik? Bu ayarların Linux'un ayarlarına tətbiq olmasını ki, sistem aslında bizə problem verməsin. Bunun üçün yazırıq burada. Toast deyirik. Bu ayarlar deməli /auto-relabel yazırıq. Yazırıq. Okay. Ondan sonra da artıq bizim burada işimiz qutardı. Yazırıq exec hansı komanda isə də sbin bin/init. Neyse koyduğum şifre olmaz. Yani indi sistem açılınca biraz vaxt çəkir. Problem yoxdur. Biraz gözlədəcək bizi. Şimdi burada GitLab'a da girerik orada. Script formasında necə oradan praktik elə. Amma ona ehtiyac yoxdur. Elən gözəl yoldaşlar praktikası konkret bununla eləməkdir. Bir də digər yolunu göstərirəm necə edirik. Biraz vaxt sizə gözləyək. Sistem tezdən qalsın. Sistem yeniden açıldı. Bunu Kali Linux deyəndə, Kali Linux da rahatdır. Artıq eləyən init 1005 yazırıq orada. Grab menyuda. Çünki sistem ardıcılığı indi işləm. Biz sadəcə orada artıq auto-relabel yazmırıq. Çünki Kali Linux'un Ubuntu sistemi dəstəklədiyindən artıq distrosunun özü Linux daxilində yoxdur. Linux dərs ayrıdır təbii ki. Linux özü ancaq üzərindədir. Red Hat üzərində olur. Ona görə biz burada auto-relabel yazırıq. Amma orada yazına ehtiyac olmur. Gələk indi şifrəni yazaq. Orxan 700 şifrə yazılması sürəcək. 778 bu olmalıydı. Все, yazdıq. Artıq açıldı. Bu root passwordunun birin ən çox istifadə olunanlarda. Demək olar ki, mən ancaq bundan istifadə ən çox istifadəni demərəm. Mən çox bundan istifadə edirəm. Bu daha rahatdır. Ki sistemi açılmasa daha rahatdır. Amma digər yol da var yoldaşlar. Digər yolunu da göstəreyim. Yazsaqdır ki Linux root password reset. Üst password reset yazsaq biz buradan. Biz də burada görə bizə nə verir? Burada elə bizim yolumuzu göstərir. Başqa sysroot yolu var. Sysroot'dan isə görə şəkillərə baxsaq, bəlkə şəkillərdə bizə daha fərqlisini verib. Nasıl olur? Mara oldum. Rocky'de ne gösteriyor? Red Hat. Siz sürtten yoldaşlar onu denizde tutulup Gemini yazsaq elə bizə deyir burada. Gemini yazaq.
Linux root password reset. Çox istifadə edəməm bunu, deyim, o ki istifadə edəməm. Ancaq elə bu üsuldan istifadə edirəm. Məsləhət də bunu görürəm sizə. Mesela buranı keçdim. Burada yenə int. Burada int 1500 son göstərib. Yine bayaq yazdığımlarımızdır. Ha, bir də digər üsul bu da yoldaşlar. Buradan bizim digər üsulu göstər. Digər üsulu göstər. Hadi birlikten geliyor burada. Burada da orada 1005 əvəzinə, ardı 1 əvəzinə ardı 1 yazırıq deyir. Graf menüdən gəlirik buradan. Artıq bunu yazdı. F10'a basdıq. Sistem açıldı. Ondan sonra Radeon regioninə read-write çevirmək üçün yazırıq mount remount syslot yazırıq. Sadəcə burada syslotlara veririk. Daha sonra sistem daxilinə keçmək üçün bundan syslot keçirik. Ondan sonra şifrəni dəyişirik. Sonra yenə outr'ı Linux'a yazdığımız aktiv olsun. Fayl deməlidir. Belə sistemin fayl şifrəni dəyişildiyi Linux'a da deyirik. Ondan sonra da burada artıq exit ya da sistem yenidən açırıq. Belə. Belə də istifadə ediyoruz. Bu üsul da eləməsiniz. Lap fərqi yoxdur. Məsləhət görürəm ikisini də eləyirsiniz. Sizə daha rahat olsun. Bu bir də buradan test üstündə gəlib hər dəfə oradan reset eləməmiz. Yəni buradan bizim mesajımız da var. 6-cı dərsdə. İndi bu 6-cı dərs yəqin ki hissə 1 olar. Kim edəli videonun adı. Buradan elə bu skripti də işlətirsiniz buradan. Test mərhələsi olar. İndi burada biraz fərqli bəlkə bir şey olar. Ona amma skriptin özünə baxsınız bizdə daxili olaraq nələrin tələb olduğunu yazır. Tutaq ki bizdən burada nə deyir? Baxsınız buradan skriptdə burada shell açıldı. Ondan sonra bizdən yenə mount remount read write root. Ondan sonra read password istəyir. Bizdən bura nə yazmamızı istəyir? Password root yazırıq. Buranı keçirik. Ondan sonra taz auto level edirik. Daha sonra exec is been bit. Ondan sonra success verir artıq. Full. Elə bil ki şifrə sıfırlandı. Sadəcə vizual olaraq canlandırmadı da. Belə deyim məntiqlə. Çox da videonu uzatmayayım yoldaşlar. Çünki çətin kimi görsənsə də sadə bir mövzudur. İndi ki gözdə böyütməyə ehtiyac yoxdur. Növbəti videolarda görüşənə qədər yoldaşlar. Allah'a emanet olun.